Salam əziz tamaşaçılar, xoş gördük hər birinizi. Səmimi söhbətdə mən Nuray sizinləyəm. Yenə də tək deyiləm. Qonağım iş adamı Elmin Sadiqovdur. Elmin bəy, verilişimizdə xoş gördük sizi. Təşəkkür edirəm. Bu yay isti havasında əhvalınız necədir? Yaxşısınızmı? Hər kəsin tətil etdiyi zamandır, bizim işləyən zamandır. Ona görə əhvalım əladır. Qışda da yayda işlədiklərimizin davam olduğu üçün onda da yenə əla olur. Yəni demək olar ki, əhvalım pis olan vaxt olmur. Lap yaxşı. Elmin bəy, əvvəlcə belə bir sualla başlamaq istərdim. Ağıllı ev dedikdə insanların fikrinə adətən filmlərdə gördükləri robot evlər gəlir. Ümumiyyətlə, ağıllı ev nədir və bu sistem necə qurulur? Əvvəlcə istərdim oradan başlayaq. Demək, mən sizə ağıllı evin Azərbaycanda 75, 80, 80% insanın son 5 ilə qədər düşündüyü sizin fikirlər idi ki, bəli, bu formada bəziləri deyirdi ki, ağıllı ev vau, çox bahadır. Amma o robotlarla idarə eləmək və yaxud da ağıllı ev, bəzən elə insanlar var deyir ki, ağıllı ev necə, yəni özü durub gedəcək, gəzəcək, yəni belə zarafat edirlər. Amma ağıllı ev bugün bizim həyatımızda mənim üçün ən önəmli başlayır təhlükəsizlikdən. Yəni komfort hər kəsin düşündüyüdür. Mən istədiyimi komfortda səsdən idarə eləmək və yaxud da hər şey evə gəlmədən idarə etmək xeyr. Mənim üçün ən önəmli bunun təhlükəsizliyidir. Ev birincisi canımızın, ikincisi malımızın. Yəni bu ona görədir ki, evin bütün sistemləri, işığı, yəni elektrik qısa qapanmasından baş verən hadisələrin sayı çoxdur. Bugün statistikada qazdan partlayış olan evlər var, sudan məhv olan evlər var, digər qonşulara da zərər dəyir. Yəni bunların qarşısını almaq üçün ağıllı ev sistemlərinin təhlükəsizlik hissəsini daha çox istifadə edirlər, sonra komfortunu. Onun üçün mən hər kəsə tövsiyə edirəm ki, mənim üçün onu satmaq vacib deyil. Mənim üçün onu təhlükəsizlik sistemini sizə verməkdir. Yəni, digərini almaya da bilərsiniz. Deyirlər, elə komplekt hər birini alaq. Amma mən deyərdim ki, özün eləyə bilərsən. Amma işığı, suyu, qazı nəzarətdə saxlamaq üçün. Digərlərini edirlər. Amma o qədər də hamı bildiyi kimi çətin bir sistem deyil. Çox asan, komfortlu və təhlükəsiz sistemdir. Bəs əminəm ki, siz çox gənc yaşlarından da ümumiyyətlə texnika ilə məşğul olmusunuz. Əgər ağıllı evlərin biznesini qurmaq kimi bir işin öhdəsindən gəlirsinizsə, ümumiyyətlə bu işə necə başladınız? Mən bilirəm ki, Azərbaycanda ağıllı evlərin qurulması üçün şirkət tək sizə məxsusdur. Ümumiyyətlə bu iş necə başladı? Bu yolun başlanğıcı hardan oldu? Mən sizə deyim, bizim demək, Smart System şirkəti satışını etdiyi qurğular Elsmart qurğularıdır. Bu qurğular istehsal olunur Azərbaycanda. İstehsalatın rəhbəri Elşad bəydir. Tanıyan iş adamları üzdə olan insan deyil. Bu onun tam düşüncəsi, onun yaratdığı bir fikirdir. O da necə yaranıb, mən sizə deyim. Bütün ağıllı evlərin yaratdığı problemdən yaranan bir sistemdir. Hansı ki, bugün ağıllı evlər yüksək gərginlikli, belə deyək də, bizim bildiyimiz 220 olan toklarla çəkilirsə, onsuz da evdə bizim elektrik xətləri çox olur təmir zamanı. Qərarlaşdırılıb ki, bunu biz 220 ilə olan yox, zəif axınla çəkək. Bildiyimiz Cat6, internet kabelləri dediyimiz kabellərlə. Bu çəkilirsə, demək, qurğularımız 220 ilə yox, 12 voltla işləsin, təhlükəsiz olsun. Məqsəd onu nəzarətdə saxlamaqdır, ora elektrik xəttini ötürmək deyil və bütün elektrik xəttinə nəzarət etməkdir. Əgər mərkəzləşdirilmiş panoda nəzarət ediriksə, ehtiyac yoxdur digər xəttlərə biz 220 ilə kabellərimizi çəkməyə. Yəni, misal üçün bu tərzdə. İkinci tərz, yəni o vaxtı problemlər yaranırdı ki, bugün hər kəs xarici istehsal olan ağıllı evlərdən istifadə edirsə, nümunə. Bizim yan qonşumuz Rusiyada bununla bağlı böyük bir problem yarandı. Niyə? Onlar Amerika istehsalı və Ukrayna istehsalı ağıllı ev sistemləri alırdılar. Bütün dünyada da məşhurdur. Bugün məlum məsələlərə görə, müharibə şəraitinə görə Amerikada, Ukraynada bütün ağıllı ev sistemlərini söndürüb. Çünki mərkəzi, idarə etmə mərkəzi Amerikadadır və digəri də Ukraynadadır. Siz hər zaman ondan asılı qalırsınız. Bu problemi aradan qaldırmaq üçün nə etmək lazımdır? Azərbaycan öz istehsal olmalıdır və sizə server dediyimiz mərkəzi sistem sizin evinizdə olmalıdır.
bizdə yox, sizdə olmalıdır, cavabdehlik sizə aiddir. Yəni bu formada bu problemi də aradan qaldırıb. Yəni belə insanlarda, yəni hələ ki insanlar onu tam anlamırlar, amma biz onu anlayaraq bu problemləri aradan qaldırmışıq. Yəni deyim sizə ki, bu gün soruşurlar ki, Azərbaycan istehsalı ağıllı ev sistemləri görən necədir? Ola bilər də insanlar düşünür ki, güclü ola bilməz, problemli ola bilər, təhlükəsiz ola bilməz. Mən sizə deyim, bu gün Azərbaycanda çox böyük, yəni təhlükəsizliyi təmin olunmuş sistemlərdən biri də bizim Elsmart qurğularımızın təhlükəsizliyidir. Onların protokollarıdır və onların iş rejimidir. Əgər Azərbaycanda biz bunu etməsəydik, baxın, DOST mərkəzində, Şuşa İcra Hakimiyyətində, Kobiyanın binasında, mən sizə ətraflı deyim, yəni bütün dünya memarlarının həqiqətən incisi olan Heydər Əliyev mərkəzində belə bizim Elsmart qurğularının imzası var və fəaliyyət göstərir. Bu deməkdir ki, bilirsiniz, Azərbaycan üçün ən dəyərli yerlərdən biri olan Heydər Əliyev mərkəzində bu sistemi qurmaq üçün bilirsiniz nə qədər etaplardan keçmək lazımdır, təhlükəsizlik sistemlərindən keçmək lazımdır ki, siz tam təsdiqlənəsiniz ki, bəli, siz bu protokolla burada fəaliyyət göstərə bilərsiniz. Yəni bu bəhs edir ki, o düşünən insanlara ki, təhlükəsizlik nə dərəcədədir. Birini də deyim sizə ki, bank sistemində necədir təhlükəsizlik sistemi? Ondan 3 dəfə artıq bu təhlükəsizlik sistemi təmin olunur və burada idarəetmə var. Yəni, növbəti problem də nədir? Bəzi ağıllı ev sistemləri Wi-Fi ilə işləyir, belə deyirlər də, yəni o hansı ötürücü ilə Wi-Fi ilə işləyir, amma evinizdə Wi-Fi olmasa nə olur? Qaz sızması baş verib, qaz sızır, amma sizin məlumatınız yoxdur, işığı yandırdınız, partlayış əmələ gəldi. Və yaxud da su sızması məlumatınız yoxdur, qısa qapanma. Amma burada elə deyil, Wi-Fi işləməsə belə ev öz-özünü idarə edir. Qaz sızması olsa, bütün ümumi evin qaz sistemini bağlayır, sizə SMS göndərir. Su sızması olsa, su partlasa, bu ümumi suyun gəlişini bağlayır, sizə məlumat verir. İşıq qısa qapanması olsa onun kimi. Hətta qaz sızması varsa biz ssenari üzrə qura bilirik ki, qaz sızması varsa həmən mənə də SMS göndərsin. Bir ailə üzvlərinin bir neçəsi komendanta da evin nəfəsliklərini açsın avtomatik, sirkulyasiya sistemini qoşsun, havalandırma sistemi işləsin və elektrik xəttini 1 saatlıq söndürsün. İçəridə qaz tam yox olana qədər elektrik olmasın evdə. Yəni, bunlar avtomatlaşdırılmış bir sistemdir. Biz də sənaye avtomatikası olduğumuz üçün düşüncələrimizdən istifadə edib, təhlil edərək problemləri aradan qaldırmaq üçün bu sistemləri yaratmışıq. Və düşünürəm ki, Elsmart qurğusu olaraq biz onun satışını smart sistemlərin üzərindən etdiyimiz üçün bugün hər kəs, yəni Azərbaycanda Elsmart, smart sistem, bu ikisini hər kəs bilir. Bu o deməkdir ki, qurğu Elsmartdır, satışı smart sistem həyata keçirir. Yəni smart sistemin daxilində, yəni smarta aid sistemlərdir də. Və bu da Azərbaycanda mən düşünürəm bir yaxın illərdə, yaxın gələcəkdə necə ki, icbari sığorta və bir çox tikililərdə məcburi olacaq ki, binalar onu satmamışdan öncə bina sahibləri, MTQ rəhbərləri onu təchiz edəcəklər. Çünki binanın hesab edin ki, 10 bloklu binadır, hər binada 100 insan yaşayır. Yəni, belə deyəm, 1000 sakinin yaşadığı bir binada gecə saat 3-də 197-ci mənzildə qaz sızması baş verib. Bunu artıq komendantda görür öz sistemində və ümumi qaz xətti də bağlanır. Ev sahibi evdə olmasa belə ev sahibinə deyilir. Və yaxud da evdədirsə ona SMS göndərilir. İstəsə zəng gəlsin, problem deyil. Yəni bu formada idarəetmə görürsünüz necə asanlaşır. Hətta siz evdən çıxarkən lifti evin içindən çağıra bilirsiniz ki, siz artıq liftə gələnə qədər lift sizi gözləsin. Yəni bu həm vaxta qənaətdir. Həyət evlərində işığa, suya qənaətdir, həyətin suvarma sistemini, yəni hesab edin sizin həyətinizin suvarma sistemi. Normalda biz nə edirik? Bir bağban tuturuq, ona ayda 500 manat məvacib veririk və onu, yəni o sistemləri, həyəti suvarmaq üçün. Amma bu sistem necədir? Bu sistem səhər saat 7-də vaxt qoyursunuz, 7-də suvarma həyata keçirir, torpağın nəmliyinə uyğun suvarma həyata keçirir, artıq su, yəni sərfiyyatın qarşısını alır. Bu gün yay vaxtı axşam 7-də necə olur? Hər kəsin həyətində qazonların yanma səbəbi nədir? Bizdə elə müştərilər var ki, mən ayda 500 manat verirəm, qazonum yanır. Niyə? Deyir, səhər 7-də okey gəldi, suvarma həyata keçirdi. Axşam 7-də deyir, mənim evlatlarım hovuzda çimirlər. Mən o
yaşlı adamdır da. Yəni mən onu aləm hovuzda ola necə həyata buraxım? Bir gün deyirəm, 2 gün deyirəm, eləmirlər, məhv olub gedir bütün bitkilər. Artıq suvarma sistemi öz işini görür. Hətta sabah yağış yağacaqsa, hava proqnozları mərkəzindən təhlil eləyir. Sabah yağış yağacaqsa, bu gün suvarma sistemini 50% edir. Sabah suvarmanı həyata keçirmir. O birisi gün torpağın quruluğuna uyğun 35-40% belə suvarmanı həyata keçirir. Yəni artıq insanlar bundan istifadə etmək üçün, yəni heç kimə məcbur etmək lazım deyil. Hər kəs özü istəyəcək ki, mən bunu həyatımda eləyim. Əgər bu cür şərait qurmuşamsa, evladlarımın qorunması üçün, həyətimin, evimin, yəni bunu etməliyəm. Bu da mən düşünürəm ki, insanlarda yavaş-yavaş fikir formalaşıb, həqiqətən yaxşı haldır bu. Bəs Elmin bəy, maraqlı fikirləri olan, ümumiyyətlə maraqlı istəyi olan müştəriniz olubmu? Bəli, elə bu yaxınlarda bizim iki dənə müştərimiz oldu ayrı-ayrılıqda. Biri tanınmışdı, rəhbərdir. Biri də tanınıb, adı tanınıb, üzünü tanıyan yoxdur. Amma adını eşidiblər, xeyirxahlıqlarından belə. Xeyirxahlığınla seçilən insan evində 3 mərtəbəli evdir, lifti var. Pilləkən 2-ci mərtəbəyə kimi qalxır. 3-cü mərtəbə ümumiyyətlə pilləkən yoxdur. Ancaq liftlə qalxa bilərsiniz. Liftdə deyir, mən əgər evdəyəmsə, mən evdə olmadığım halda heç kim 3-cü mərtəbəyə qalxa bilməz. Bunun ofisi, iş ofisi oradadır. Telefonum məndə olsun, yəni mən evdə olanda telefonum yerinə görə, əgər təyin olunur ki, mən lokasiyam evdədir, liftdə kim istəsə 3-cü mərtəbəyə qalxa bilsin. Mən evdən çıxdığım halda lift 3-cü mərtəbəsi aktiv olmasın. Kimsə daxil olanda da liftdə üz tanıma ilə üzü tanıyıb, bunun özü də olanda belə üz tanıma qeydiyyata alır ki, kimlər qalxdı, kimlər düşdü. Yəni bu formada. Bu insanların, əslində bu çətin bir şey deyil. Proqramlaşdırmadır, sadəcə liftin idarə etmə mərkəzinə biz inteqrasiya edirik. Amma çox vacib tanınmış bir insan, bizim üçün vacibdir də, müştərilərimiz hər biri vacib olduğu üçün deyirəm. Hesab edin ki, deyir ki, mən evdə, sanuzeldə, hamamda yuyulmadan öncə suyu açanda, su yeri dəyəndə mən musiqi səsi eşidim ki, mənim hamamda musiqi oxusun. Bunu da elə, yəni o insan üçün, çünki niyə? Onun sahəsi tam fərqlidir, bizim sahəni bilmir. Bizim üçün o çox sadə bir şeydir, yəni açıqlamasını da belə deyə bilərəm ki, hesab edin ki, yəni bunu necə etmək olar? Bu bir neçə dənə ağıllı ev sistemlərindən danışıb. Deyirlər ki, bunu eləsə bu problem olacaq, bu problem olacaq, bunu eləyə bilərik, ancaq orada daçıq qoya bilərik, bəs səhər kimsə oranı yuyanda musiqi xoda düşəcək. Yəni bu məsələlər var. Başa, yəni bununla belə elədik ki, biz yenə o sistemi qurduq, biz ora qoyulan su daçikinin fəaliyyətini dəyişdik. Çünki hərəkət daçiki qoyduq və su daçiki qoyduq. Əgər içəridə hərəkət varsa, yuyurlarsa, o aktiv olmasın da. Əgər su açılırsa, suya da biz daçik qoymuşuq ki, yuxarı duş açılan zaman o aktiv olsun. Amma normalda bunu digər şirkətlər onun fəaliyyətini dəyişə bilmir. Zavodda necə istehsal olunubsa, hansı ki, hərəkət oldu, məlumat versin, o formada işləyir fəaliyyət. Biz onun fəaliyyət növünü dəyişirik ki, əgər o aktiv olmayanda sən hərəkətini saxla. O aktiv olanda sən də hərəkətini davam et. Yəni bu formada dəyişiklik elədik. Yəni musiqi də özdə yaxşı da Azərbaycan musiqiləri qoyub. Segah da var idi. 300-ə yaxın musiqi atmışdı ki, bütün korifeylərimiz var. Deyirəm ki, sən bu korifeyləri burada qulaq asmadı. Elə zalda olanda qulaq asa bilərsən də. Sonra dedi ki, mən istəyirəm otaqlarımda gəzəndə mən yəni bəlkə mən hansı otaqdayam, o birisi otaqda istəmirəm, səs olsun, kimsə yatır. Mən hər otağı gəzəndə otaqlarda musiqi olsun, onu da etdik. Yəni zaldadırsa zalda musiqi oxuyur, yataq otağına keçirsə zalda sönür, yataqda, hansı otaqda da ora oxuyur, yəni digərlər. Yəni bu formada belə olub, yəni maraqlı istəklərdir, amma bir neçə dənə istəklər də olur. Yəni mənim üçün ən maraqlısı bunlar idi. Yəni, yaxşı istəklərimiz olacaq da. Bəs Elmin bəy, adətən ağıllı ev deyəndə çoxlarının ağlına elə gəlir ki, bu sistem sadəcə varlılar üçündür. Ümumiyyətlə mənə maraqlıdır. Orta təbəqə deməyim də, orta gəlirli bir ailə və yaxud aşağı gəlirli bir ailə ağıllı evdən istifadə edə bilərmi? Yəni maddi gücü ona çatarmı? Bugün orta və aşağı gəlirli ailələrin hər birində işlətdiyimiz ən məşhur Apple-ın telefonları var. Bunlar da 3000 manatın üzərindədir.
Yəni, çoxlarında deyil. Çoxlarında, əksəriyyətində və yaxud da digər firmalar var. Onlar da 2500, 3000, 3500 kreditlə də alırlar, ayda 100 manat da ödəyirlər. Və istər imkanlı olan, istər imkansız olan şəxslər, həm yerlilərimiz, hər biri əldə edə bilir. Çünki biz digər xarici istehsallardan 3-4 dəfə ucuz olur. Bunun səbəbi nədir, mən sizə deyim. Dövlətimiz biz istehsalata imtiyazlar verib. O imtiyazlardan biz istifadə etdiyimiz üçün bu gün sizə o telefon dəyərində olan ağıllı ev sistemini suna bilirik. Amma o imtiyazları bizdən aldığı halda biz onu 3 qatına verəcəyik. Bu gün 3500 siz ağıllı təhlükəsizlik sistemi evinizə quraşdıra bilirsinizsə, onu siz bir telefon qiymətinə bir dəfəyə də ala bilərsiniz. 5 dəfəyə də bölə bilərsiniz, 10 dəfəyə də bölə bilərsiniz, 2 ilə də bölə bilərsiniz. Yəni şirkətinizin belə bir şəraiti var. Şirkətimizin daxilində 10 aya qədər biz onu belə veririk. Əgər kredit deyil, faizsizdir, bölürük bölgülərə. Əgər insan var ki, bu gün 3000-lik yox, 7000-lik, 10.000-lik, bu evin böyüməsinə, otaq saylarına görə də dəyişir. Elə insan var, deyir, mən hər otağımda pərdələrimi istəyirəm, hər otağımda kondisioner, 10 dənə otağım var, onunda da kondisioner var, amma elə insan var, 3 otaqda, ikisində kondisioner var. Ona görə qiymət dəyişir, onu kreditlə də verə bilirik, bank yolundan. İstəyir, daxili öz vəsaitimizlə veririk, öz şəraitimizdən, onda hissələrə bölürük, 3 ay, 5 ay, 6 ay, vacib deyil ki, onu bir dəfəyə ödəsin. Yəni, bu formada olur və üstünlükləri də bilirsiniz nədir? Mən sizə belə bir şey deyim. Bizim səhifəmizdə tez-tez paylaşırıq. Bir müştərimizi də yekunlaşdırdıq villasını. Hesab edin ki, bu deyir ki, mən həqiqətən əziyyət çəkirdim. Nədən? Mən bir gün deyir, bağda qalıram, 2 gün şəhərdə. Bağdan çıxıram, yadıma düşür ki, 3 mərtəbə evdir. Mən bir qalxıram otaqlara, kondisioner deyir, hətta deyir, görürəm, kondisioner işləyir, 3-cü mərtəbədə. Mən deyir, axşamlar orada otururam, kondisioneri həmişə qoyuram. Yataq otağı aşağıdadır. Həmişə aktiv saxlayıram. Mən söndürmürəm ki, bir də ora mən qalxmayayım, 2 gündən sonra gələcəm. Yəni, indi söndürməyim onu. Otaq sərində. 2 günə, 3 günə gələcək, bu indidən 3 gün kondisioneri işdə saxlayır. Qışda da istiliyidə, həm də istəmirəm qalxmaq, yoruluram. Deyir ki, problemim odur ki, biz o sistemi qurandan sonra artıq bu necədir? Həyat evinin içində, 1-ci mərtəbədə. Evdən çıxanda deyir ki, mən evdən çıxıram, artıq səslə ev komandanı qəbul eləyir və senari üzrə biz qururuq ki, sən evdən çıxanda, evə deyəndə, ev nə etsin? Bütün işıqları söndürür, kondisionerləri söndürür, televizorları söndürür, elektrik yuvasında nə aktiv hamısını söndürür, amma xaladenik saxlayır. Gün düşən pərdələr var ki, hansı ki evin içinə düşür, metlaq qızır, yəni ev isinir. Bütün hamısını pərdə jalüzləri bağlayır və siz evdən çıxarkən, lokasiyanı çıxdınız evdən, xaric oldunuz, artıq siqnalizasiya sistemini aktiv eləyir, qapıları da bağlayır, kilitləyir. Siz gəlməmişdən, bu gün işdəsiz, axşam bağa gedəcəksiniz, günorta saat 3-dən, 4-dən, 5-dən nə vaxtsa getmədən telefonla daxil olun, zalın kondisionerini qoşun, yatağı qoşun və yaxud da səhər oyananda mənim öz reklamım var, evimdə çəkmişəm. Səhər oyanıram, mən deyirəm ki, sabahın xeyir Alexa, mənə kofe hazırla. Ya deyirəm cappuccino, ya latte, ya bu hansını. Mən üzümü yuhana qədər artıq o kofemi hazırlayır, mən gəlib götürürəm. Sadəcə orada nədir? İnsanlar deyir ki, onu özümüz də hazırlaya bilərik. Təbii ki, hazırlaya bilərlər. Mən o müddət ərzində vaxt qazanıram. Əl-üzüm yuyanı çıxan kimi kofemi götürürəm və Alexa zala keçənə qədər deyirəm ki, Alexa musiqi qoş, musiqi qoşur, musiqi səda və yaxud da deyirəm ki, bu günə olan xəbərləri mənə səslə bildir. Ölkə rəhbəri haqqında, ölkəmiz haqqında və yaxud da hər hansı bir sualım var. Mən hansısa ölkənin yeni prezidenti haqqında məlumat bilmək istəyirəm. Deyirəm, hansısa ölkənin prezidenti kimdir, onun haqqında məlumat verir, o bütün məlumatı verir. Yəni, istədiyiniz bir şeyi soruşa bilərsiniz. Biz yeniliklər eləyirik. Bu yaxınlarda suni intellektlə biz inteqrasiya etmişik, artıq ağıllı otaqlar da düzəldirik. Siz bildiyiniz otaqda, bu gün hər kəs ChatGPT ilə danışır da, o sistemi biz otaqlarda tətbiq etmişik. Artıq, yəni, gəlin otaqda siz özünüz üçün tək formada, psixoloji yardım almaq üçün, dəstək almaq üçün, iş sahəsində strategiya qurmaq üçün bütün suallarınızı verin, sizə hazırlasın, versin. Yəni, bundan gözəl nə var? İndi siz qeyd elədiniz sizin öz evinizdən ki, bəs evinizdə də qurmusunuz bu sistemi. Elə bir şey olub ki, öz evinizdə belə o sistemi idarə etməkdə və ya qurmaqda çətinlik çəkmisiniz?
Öz evimdə mən sizə deyim, indi yox, bir 7-8 il bundan öncə mən xarici istehsalları alıb bir-birlərinlə inteqrasiya edib onu ona qoşurdum, bunu buna ki, yəni niyə? Çünki biz yerli istehsal olduğumuz üçün biz tam belə deyək də professional sistemi istehsal edib tətbiq etdiyimiz üçün xəttli sistemlərdir də, elektrik xəttləri yox, zəif axımdan çəkilir. Amma elə evlər var ki, təmirli evlərdir. Təmirli evdə biz artıq elektrik yuvasına heç bir xətt ata bilmirik, təmiri korlamamaq üçün artıq bir-birlərinlə hava yolundan da, yəni dediyimiz bu Wi-Fi ilə xəbərləşən sistemlər olmalıdır. Mən onları 8 il, 9 il bundan əvvəldən alıb hamısını yoxlayırdım, hansı işləyir. Bir evdə 4-5 şirkətin sistemləri olurdu. Misal üçün gün ərzində qoymuşdum ki, hər gün, hər 1 saatdan bir pərdə açılsın, 10 dəqiqədən sonra bağlansın. 1 saatdan bir, yəni bunu yoxlayırdım. Bir zalı qoyurdum 1 saatdan bir, yataq otağını qoyurdum 5 dəqiqədən bir. Ki, nə vaxta kimi bu xarab olacaq, nə vaxta kimi yana bilər. Yoxlaya-yoxlaya qərar verirdim ki, bu şirkət daha mükəmməldir. Elə şirkətinki var, ağıllı sistem özdə necə, təmirli evlərdə heç nə dəyişmir. Sizin elektrik açarlar var, işığı yandırıb söndürən. O açarı biz dəyişə də bilirik, öz ağıllı açarlarımızı veririk. Və yaxud o açar da qalır. Biz ona əlavə qurğumuzu yerləşdiririk arxasına. Yenə siz evinizin pərdələri, kondisioner, televizor, istədiyiniz elektrik əşyasını telefonla, evdən kənarda, ölkə xaricində, dünyanın harasında olsa olun idarə edə bilirsiniz. Və onları yoxlaya-yoxlaya, hə, evimdə olub 8-9 il, hə, mən kondisioneri xoda salmışam, amma gəlmişəm ki, ev istidir. Mənə statusda göstərib ki, qoşulub. Amma qoşulmayıb. Hani demək, bunun ötürücüsü zəifdir və yaxud da yeri düzgün deyil və yaxud da ev böyük olanda nə etmək lazımdır ki, elə şirkət var, bir evə 2 mərtəbəli bir evə 2 dənə biz hub deyirik də ona və yaxud da server kimi belə bir şey. Yəni 2 ötürücü qoya bilirsən, elə ev var, elə bu şirkətin ki, biri bəs edir, bütün evi əhatə edir. Yəni bu formada yoxlaya-yoxlaya olub. Dəfələrlə hətta olub ki, evin işığını mən söndürmüşəm, o yandırıb. Sonra baxmışam ki, digərindən bu konflikt yaradır. O konflikt yaratdığı üçün bağlı. Hətta ağıllı toz soranlar var da evdə. Mən evdə onlarla müşahidə edirdim. O vaxtı mənə yazırdılar ki, mənim öz şəxsi Instagram səhifəmi biraz çox izləyirlər, belə fərqli-fərqli motosiklet sürürəm, nə bilim, biraz vertolyotla ağlı bir şeylər, at sürmək, bu formada insanlardan fərqli ova getmək, meşədə yaşamaq, bu şeylərin hamısını eləyə-eləyə mən onları sevərək eləyirdim, mənim hobbim idi. Və hər gün yazırdılar ki, siz onları həmişə dalaşdırırsınız, demək necə eləyirdim? 2 şirkət, mən evdə qurğu qoyurdum ki, evdə hərəkət olanda mənə məlumat ver, hərəkəti icra edən sistem nədirsə onu söndür. Ağıllı plisöz komanda verirdim ona, evdə yoxam. Komanda verirdim ki, zalı təmizlə. Bu qoşulurdu, zalı təmizləyəndə bu sistem səs və hərəkət görürdü. Mənə komanda verirdi ki, inteqrasiya etmişdim mərkəzə. Ki, o mi gedirdi də, ki, mi artıq evi təmizləyir, mən onu söndürüm. Deyirdim, söndür. Komanda. Bunu söndürürdüm, bu birisi mənə yazırdı. Arvibo məni söndürüb, mən yenidən fəaliyyətə başlayayım, deyirdim, başla. Başlayırdım, bu yazırdı ki, bəs yenə səs var. Yəni, belə bunlarla yazışırdım. Mənə yazırdılar ki, sən kimdən yazışırsan? Deyirəm, belə bunlarla, yəni, görüm nə qədər kimi gedəcəklər də. Yəni, sonra sərhədlər cızırdım ki, bu ağıllı plisöz bura qədər gəlsin, o bunun sahəsinə girməsin. Yəni, belə maraqlı şeylər həmişə eləyirdim. Son vaxtlarda bir il olar ki, artıq mənim ofisimdə dostlarım ziyarəti özüm üçün o qədər gəlib gediblər. İndi bizdə robot var, o xidmət göstərir. Məsəl üçün, ofisdə əyləşirsiniz, çayı o gətirir, suyu o gətirir, nə istəyirsiniz gəlir, adınızla sizə müraciət eləyir, suyu içdiniz, çay içdiniz, qoydunuz, aparır mətbəxə. Yəni, o robotu görmək üçün gəlirdilər. Yəni, texnikaya həmişə o qədər həvəsim olub ki, bu 97-ci ildən başlayıb məndə. Yəni, davam eləyir və hər zaman da sevirəm. Bugün mən işlətdiyimiz telefonlarımızın siz hər biriniz işlətdiyiniz telefonun 15-20%-ni istifadə edirsiniz. 75-80%-i hələ yatıb qalır. O funksiyalardan bir 2-3 dənəsini mən dostlarıma deyirəm ki, bax, bunu edə bilərsən. Maraqlıdır, elə onu deyim sizə. Bizim bir müştəri yetmişəm. Elə müştəri burada görsə biləcək, amma onun ailəsindəkilər bilməyəcək. Onunla mən bilirəm bunu. Demək, ailəli deyil. Bu deyir ki, mən evə gedəndə
mən istəyirəm ki, mənə kənar nömrələrdən zəng gəlməsin. Rahat telefonu ortalığa qoya bilim. Apple telefondur. Bunun telefonda o funksiyanı mən aktiv elədim. Demək, evinin lokasiyasını qeyd elədim. Yadından çıxsa da belə, evinin qapısından içəri daxil olanda ekrandakı fon qalır, hər şey qalır. Və orada siyahıya ailə üzvlərinin nömrəsini salırsan, onlardan başqa sizə kim zəng vursa ekrana çıxmır. Amma mama, papa, bacı, qardaş, kim zəng vursa zəng gəlir, bəli, ekranda danışın. SMS yazsalar, zəng vursalar heç bir aktiv deyil. Siz qapıdan çıxdınız, lokasiyanı tərk etdiniz, həmən bir-bir hamısı qırmızı şriflərlə yesi basanda çıxır ki, bu nömrələrdən zəng gəlir, filan vaxtı SMS gəlib. İstəsəz onu da bloklaya bilərsiniz ki, yəni bu formada. Onlar da bir 2 ilə yaxındır ki, ondan çox xoşbəxt həyat sürür. Bəs indi siz texnologiyanın inkişafından danışdınız, insanların arasındakı münasibətə təsiri, ümumiyyətlə çayın belə robot tərəfindən gətirilməsini düşünürsünüzmü ki, texnika inkişaf etdikcə insanlar arasındakı münasibət soyuyacaq və uzaqlaşacaq? Ümumiyyətlə texnikanın inkişafına necə baxırsınız? Mən sizə belə bir şey deyim. Bu gün görürsünüz, hərdən deyirlər ki, 4 nəfər xanım və yaxud da oğlan otururlar, hamısı telefonda, sonra durub gedirlər. Bu əslində qabağa alınmaz bir irəliləyişdir, texnoloji yeniliklərdir. Amma onlar durub gedəndən sonra bir-birləri üçün onsuz da darıxırlar, görməyiblər bir-birlərini. Hərdən insanlar var ki, mən görürəm, telefonla axırda deyirlər ki, bir telefonu qoyaq, biz bir-birimizlə söhbət eləyək. Amma o telefon olmasaydı, söhbət eləyəcəkdi də, bunlar üçün adiləşəcəkdi bu. Onu da müsbət baxıram mən. Hər kəs mənfi baxsa da, mən hər şeyi müsbət baxıram. Qarşısı alınmaz texnoloji yeniliklər var. Bunlar mümkün deyil ki, dayansın. Yəni, bu gün kim düşünə bilərdi ki, bu gün birsiz, yəni adam belə qəribə gəlir, siz olduğunuz nöqtədən 10 min, 15 min, 20 min kilometr ərazidə istədiyiniz toçkanı vura bilərsiniz də. Bu texnologiyanın gücüdür. Bu gün Allah uzaq eləsin, insanların bədənində yaranan pis xəstəliklərin müalicəsini şüa ilə həyata keçirirlər. 50% geri dönüşləri olur, 60%, inşallah 90-100% olacaq. Yəni, bu müsbət baxmaq lazımdır ki, niyə olmasın? Bu gün Azərbaycanda, tək Azərbaycanda, bütün dünyada qlobal problemdir. Su ehtiyacı, su resurslarının azalması. Su kanallarına nəzarət sistemi var. Bu gün neçə min kublarla su ərazilərə buraxılır, amma gedib insanlara çatan kubu heç kim bilmir. Amma onun qarşısını almaq üçün texnikadan istifadə edib, onu da biz edirik. Hava xəttindən suyun ölçüsünün, yəni neçə min kub keçməsini və harada itkilərin olmasını, yəni texnologiya bir sahədə boşluqları yaranan insanlarda problem yaradacaq. Hansı ki, onun iş fəaliyyəti zəifdir, bütün günü telefonlandır. Maraqlı fikir səsləndirirsiniz. O insana zərbə vuracaq. Mən də razıyam, iş fəaliyyəti olmayan insana zərbə vursun. İşləyən adama zərbə vura bilməyəcək. Bu gün mən telefonumla otursam belə, öz işimlə məşğulam. Hər hansı bir, neçə gündür biz yəni işlə bağlı, bununla bağlı da danışanda görürük. Amma bütün günü telefonda iqra oynayan insanlara çox böyük zərbəsi olacaq. Onlar gözü də zədələnəcək, insan o qədər fikirli olur ki, bilirsiniz, uşaqları niyə qoymurlar, insanların özündə də. Biz hər danışanda, hər 3-5 saniyədən bir göz qırpırıq, gözümüzü yaşlayırıq da, göz üst səthini. Hesab edin ki, telefona baxanda beyin o qədər aldanır ki, aldandığı üçün gözün funksiyasını azaldır, biz 10 saniyə, 15 saniyə kimi uzadırıq bunu. Və uzadanda nə yaranır? Gözün üst səthi qurur. İnanın oradan cross-linking əməliyyatı, keratokonusun yaranması, yəni bu əməliyyatların hamısının səbəbi telefon və bildiyimiz ağ işıqlardır. Yəni hər yerdə ağ görürsünüz, yəni bunlardır. Bunları insanlar düşüncəsiz tərzdə istifadə edəcəklərsə gətirib bu faciə çıxardacaq. O mənim ən sevimli sözümdür də, yəni həyatda özümə onu mən belə, mənim sözüm deyil əslində, amma deməyəcəm kimdə, hər dəfə deyirəm ki, mən özəlləşdirmişəm, o adam dünyadan köçüb çox məşhur biridir. Mənim üçün ən vacib bir şey, yəni faciə nə sayılır? Mənim üçün faciə tez qocalmaq deyil, gec ağıllanmaqdır. Və həyatda heç bir zaman səhv eləyən insana, yəni düşünmürəm ki, kaş olmaz, düşünürəm ki, cəzası da çəkib. İçi mən qarışıq.
Çünki o çəkdiyimiz cəzalar da bizi gücləndirir. Mən o qədər səhvlər eləmişəm ki, bu gün həqiqətən o səhvlərimin nəticəsidir ki, insanların oturuşunda, duruşunda, yalan danışmağında, hərəkətində, bədən mimikasında, bədən dilində mən onları başa düşürüm ki, bundan işləmək olar, yoxsa yox. Yəni həyat da budur. Nə zaman daha çox çalışacaqsınız, o zaman da o çalışdığınızın bəhrəsini alacaqsınız. Siz elə sözlərinizi, mən əslində son sualım gənclərə tövsiyəniz olacaqdır. Sözlərinizi elə vurğuladınız ki, elə demək olar ki, tövsiyə qarışıq içərisində oldu. Ümumiyyətlə, elə bunun davamı olaraq gənclərə tövsiyələriniz nələr olardı deyək? Ümumiyyətlə, bu işə başlamaq istəyən, ümumiyyətlə özü üçün bir iş qurmaq, özünün işində çalışmaq istəyən gənclərə nə arzu edərdiniz? Hansı yolu göstərərdiniz? Mən əvvəl dövlət idarələrində rəhbəri işləmişəm. Aləmin istəyi ilə olub da bu. Özüm də istəmişəm. Amma sonra mən meylimdə daha çox texnologiya olduğu üçün dəyişmişəm və bu vaxt itkisidir. Yəni dövlət üçün çalışmışam, xoşbəxtəm. Sonra yenə də dövlət üçün çalışıram. Dövlətimin yaratdığı şəraitlə mən istehsalatın satışını həyata keçirdik. Amma valideynlərə istəyərdim ki, evladlarının istəkləri olduğu sahəyə yönləndirsinlər. Nə vaxtsa o sahəyə keçəcəklər. Həkimliyi istəyirsə həkimlə bağlı, digər sahələrdə, hüquqşünas. Bugün hər kəs deyir ki, mən hüquqşünas olmaq istəyirəm. Amma birisi nə qədər hüquqşünas? Mən hüququ bitirmişəm. Həvəsim də var, yenə də var. Amma texnologiya içimdəki o sevgini yaradıb da. Onun üçün istəyərəm ki, bugün texnoloji dünya olduğumuz üçün texnologiya olan sahələri daha çox mənimsəsinlər. Çünki hər bir şeydə, bugün inanırsınız IT sahəsində nə qədər ehtiyac olan iş sahələri var. Amma bir çox da çox yaxşı IT sahəsində mükəmməl təcrübəsi olan bizim cavan əməkdaşlar var. Onlardan istifadə edirlər. Amma yenə də çatmır, yenə də lazımdır. Ona görə bu sahəyə məncə önəm versinlər. Çünki artıq bütün dünya bunun üzərindədir. Əl əməyi var, insan əməyi var, amma texnologiya hər şeyin üzərindədir. Hər şey bir telefonla idarə olunur. Hesab edin, siz düşünərdiniz ki, telefonla ödəniş də edirsiniz, evdə alırsınız, etibarnamə verirsiniz, imza atırsınız. Yəni bunu 10 il, çox yox, yaxın 10 illikdə desəklər heç kim inanmaz. Gördünüz 10 ildə nələr dəyişdi. Maşallah 2000-ci ildən 2025-ci ilə qədər Azərbaycan, Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən bərabər oldu. Yəni bugün Bakıya ətrafdan baxırsınız, vallahi mən elə bilirəm Yaponiyadakı gözəl binalardır. O yeni bulvardan baxanda elə görsənir. Onun üçün düşünürəm ki, texnologiya üstünlük vermək lazımdır. Təşəkkür edirəm Elmin bəy, verilişimizdə qonaq oldunuz və maraqlı fikirlərinizi bizimlə bölüşdünüz. Minnətdarıq. Xoş oldu hər zaman belə töhfə vermək. Mən töhfə deyirəm. Belə sahədə müsahibələr verməyə şadam. Çox sağ olun. Belə əziz tamaşaçılar, verilişimiz sona çatdı. Sonda isə bizə yaratdığı şəraitə görə Qraf Otelə minnətdarlığımızı bildiririk. Yenidən görüşmək ümidi ilə sağlıqla qalın.